Şəbəkədirlər bunlar, korrupsiya şəbəkəsidir. Azərbaycan dövlət deyil. Azərbaycan korrupsiya şəbəkəsi yazmaq lazımdır. Onun girişinə. Girişində olmalıdır Azərbaycan korrupsiya şəbəkəsi. Normal adamlar üçün həmin peşəkarlar hansı ki, misal üçün iş görmək istəyir, ölkəsinin gələcəyini inkişaf etdirmək istəyir. Tək bu peşəkar deyil ki, başqaları olsun, biznesmenlər olsun, nə bilim, kimi deyirsiniz? Bunlar ölkə, belə deyim də, gələcək verə bilər insanlar idi. Amma nəyə? Bunlar artıq bilirsiniz, problemə çevrilirlər ölkədə. Artıq məcbur qalır Rusiyyətə gedib kartoşka satmağa. BBC oğlunun yanında, hansı ki BBC oğlu o vaxtı qaçıb getmişdi ilk milyardlar oğurlananda. Korrupsiya yalnız, baxın, pul oğurlamır. Bunu beynimizə soxmalıyıq. Hər şeyi sıxışdırır. Baxın, peşəkarlığı sıxışdırırmı? Dürüst insanları hər şeydən kənarlaşdırırmı? Yaltaqları yüksəldirmi? Sual verməyənləri ağzını bağlayır, orada qoyurmu? Bu elə belə şey deyil. Bu dediklərim, baxın, elə belə şey deyil. Bunu bəyənin, paylaşın. Bunu sizə demirlər. Mən deyirəm. Yaltaqlıq da korrupsiyanın əmisi oğludur. Qohumudur, yaxın qohumdurlar. Korrupsiya ilə, belə deyim, yaltaqlıq əmuşağıdırlar. Başa düşün. Korrupsioner sistemi yalnız oğru lazım deyil həmişə. Bax, bunların bir sistemi var. Bura həmişə oğru lazım deyil. İlham Əliyevə həmişə oğru lazım deyil. Bir şeyi oğurlamaq üçün o təkcə oğruları yığmır başına. Bunu anlayın. Sistem. O anlayışı anlatmağa çalışıram. Bəzən oraya susacaq adam lazımdır. Başa düşürsünüz? O sistemin içində susası adam da lazımdır. Çünki o susası adamı görsədirlər, başqaları da susur. Görməyən adam kör lazımdır ora bəzən. Başa düşürsünüz? Bəzən danışmayan lazımdır. Deməyəcək adam lazımdır. Nəyi gördüyünü deməyəcək adam lazımdır oraya. Bəzən çıxıb onun şəninə təriflər deyən televiziyalardan Rauf Arifoğlular lazımdır. Belə korrupsiyalara təkcə oğru lazım deyil. Təkcə kleptokrat lazım deyil. Təkcə julik lazım deyil. Başa düşürsünüz? Korrupsiya ilə, belə deyim də, yaltaqlıq əbədi qohum olublar. Onlar, bilirsən necə deyim sizə? Qədim bağları var onların. Budur. Azərbaycanda vəziyyət budur. Bunu anlatmağa çalışırıq. Baxın, Azərbaycanda hər şeyə diqqət eləmək lazımdır. Bunları qəsdən, Azərbaycanda bu hakimiyyəti, bu sistemi qəsdən yaradır bu hakimiyyət. Çünki, bilirsiniz niyə? Çünki, əgər bir ölkədə yaltaqlıq, nə bilim, susanlar, nə bilim, danışmayanlar, qorxanlar varsa, deməli, o ölkədə korrupsiya daha çox inkişaf edəcək. Hər şey daha yaxşı irəliləyəcək. Amma hamısı oğru olsaydı, o baş verməyəcəkdi. Başa düşürsünüz? Ona görə də xahiş edirəm, verilişləri bəyənin, paylaşın. Azərbaycan xalqı özündə məsuliyyət hiss eləməlidir. Ölkədə iqtisadiyyatda rəqabət yoxdur. Bunu siz görürsünüz. Ölkədə ona görə bahalıqdır. Bunu bilməlisiniz. Baxın, hər şeyin başında duran bir əmma var.
O əmma da dayanır birbaşa İlham Əliyevə. Çünki hamısı ora bağlıdır. Ölkədə bahalıq birbaşa İlham Əliyevlə bağlıdır. Başa düşürsünüzmü? Çünki ölkəyə girən, çıxan məhsulların hamısı onun ətrafıdır, qohumudur, dayısı oğludur. Başa düşürsünüzmü? Heç kim getmir çünki adamlar görür monopoliyadır, gedib ölkəyə başqa mallar gətirə bilmir. Bunu gizli də edə bilməz. Normal dövlətlərdə belə deyil. Normal dövlətlərdə biznesmenlər gedir, risk edir. Rəqabət aparır bir-birindən. Ay kişi uğur qazanırlar, varlanırlar, ölkədə yaşayır. Abarot deyirlər də biznesdə. O şeyə deyək də, o dövriyyənin sayəsində pullar qazanırlar. Ölkələrinə işçiləri olur, dövlət müqavilələri. Ay gedir haralara çıxır. Azərbaycanda varmı elə şey? Azərbaycanda tenderləri bir ayla budur. Nə bilim, insanlara, qohumluqlarına görə, nə bilim, əlavə belə deyək də, istisnalar olur. Xüsusi lisenziyalar olur. Gömrük aradan götürülür, görülmür. Onlar gömrük vermir. İlham Əliyevin ölkəyə soxduğu heç bir şeyin gömrüyü yoxdur. Dövlət kreditləri yalnız bunun kürəkəninə fibriz tikməyə verilir. Başa düşürsünüz? Dövlətin milyardları faizsiz olaraq bunun kürəkənlərinə, qızlarına, nə bilim kimlərə, onlar da istifadə edir. Axırda yazır ki, bankrotstva da. Rus dilində gedir deyin, Azərbaycanda bütün sənədləşdirmə. Ona görə deyirəm. Yazırlar ki, bankrot. Ondan sonra da o pullar qalır Azərbaycan xalqının beynində. Sən də otur kənddə, mənə qulaq as, ədinə, bada şükür yol çəkiblər dənə. Bax, belə danış. Şəhərin ortasında otur, etiraz eləmə. Bax, pis gündə yaşaya-yaşaya yenə də etiraz eləmirik. Durur bir-birimizə baxırıq ki, görən nədir? Gələn verilişdə mən deyəcəm nə eləmək lazımdır. Gələn verilişlərimizi bəyənin, paylaşın. Daha çox insanlar baxsın. Mən özüm bunları bilirəm. Mən bunu sizə demək istəyirəm. Ola bilir siz bunu ola bilər ki, məndən də yaxşı bilirsiniz. Amma mən xatırladıram onda. Təkrar bir inanasıdır. Başa düşürsünüzmü? Mən özümü yüksək falan tutmuram. Mən ağıllıyam falan da demirəm. Heç kimlə bir yarışmasına da girmərəm. Heç kimlə heç bir nə bilim heç bir spor nə bilim heç nə də aparmayacağam mən bu gündən. Bu gündən yox, aparmamışam da. Mənim xüsusiyyətim də deyil. Mən heç təbiətimdə yoxdur elə şey. Mən özümü ağıllı göstərəm. Nə bilim, mən olanları göstərmək istəyirəm. Azərbaycan xalqına göstərmək istəyirəm ki, bunlar bizə nə edir? O birisi Azərbaycanda da sahibkarlar var. O qədər güclü insanlar var ki, o qədər ağıllı insanlar var ki, adamlar qırmızı diplomla evdə otururlar. Çoxsu iqtisadiyyatı qutar, çoxsu əlinə alar, 10 günə düsturu qoyar, Azərbaycanda 20 günə 100 milyonlarla dollar pul qazandırarlar. Elə oğlanlar var, yatır hamısı papaq altında yatır. Başa düşmürsünüz. Çünki dövlət kreditləri sibriz tikməyə verilir, pomidor əkməyə verilir, nə bilim it yeri tikməyə verilir. Başa düşürsünüzmü? Yalnız bir ailə və onun ətrafı varlanır. Sonra da axıra kimi tikilmir, heç bir axıra çatdırılmır. Başa düşürsünüzmü? Hansı sahibkar bunlarla rəqabətə girə bilər? Kim girər? Necə girsin? Heç nə yoxdur. Ölkə monopoliyadadır. Necə girsin? Bu ölkənin əsas batmasının biri də elə bu iqtisadiyyatın bu gündə olmağıdır da. Qiymətlərin bura kəllə çarxa qalxmağıdır da. İlham Əliyev təkcə pomidor satırsa, o ölkədə pomidorun qiymətini İlham Əliyev təyin edirsə, o neçə istəsə sata bilər onu. Başa düşürsünüz? Ona görə deyirəm, mən bilirəm, siz bəyənin, paylaşın ki, bilməyənlər də bilsin. Azərbaycanda sən yaxşı sahibkar, belə deyim, olmaq istəyirsənsə, sən ailəyə yaxın olmalısan. Bu isə normal bazarın içinə tüpürür, məhv edir. Normal sahibkar heç vaxt gedib Azərbaycanda nə hansısa bir işə girməz, girməyəcək. Olmayacaq investisiya, olmayacaq. Çünki hüquq dövləti deyil, monarxiyadır Azərbaycan. Başa düşün. Heç bir sahibkar, heç bir innovasiya eləyə bilməz. Çünki adam fikirləşir, nəyə görə? Niyə mən buraya investisiya qoyum?
innovasiya edim. Nə bilim, nəsə öz əlaqəsi, misal üçün adam biznesmendir də, deyək ki, Fransada. Azərbaycanlıdır. Deyək gedim Azərbaycanda nəsə. Gedərmi qorxusundan? Deyir, gedəcəm sabah tutub öldürəcəklər məni orada. Üzünə İlham Əliyev bir qız tapıb üzünə qoyduracaq. Necə qızlarımızın üzünə qoydular, o jurnalist qızların üzünə adam qoydururlar. Onun üzünə birini tapıb İlham Əliyev qoyub əlindən hər şeyini alacaq. Olmadı mı bu? Tarixdə olmadı. Bax bu neçə il ərzində neçə nəfərin üzünə adam qoydu, əlindən biznesini aldılar ölkədə. Edə bilərmi? Kimsə risk edə bilərmi? Baxın, belə olanda korrupsiya gələcəyin iqtisadi inkişafını yeyir. İlham Əliyev də, korrupsiya da. Hamısı yeyir belə olanda. Başa düşürsünüz, inkişaf ona görə yoxdur. Ona görə qocalar belə deyim, xəstəxanaya girəndə, aptekə gedəndə əlindəki pulu baxır dərmana çatacaqmı ya yox. Pensiyası dərmanına çatmır. Ona görədir. Başa düşürsünüz? Çünki sizin pensiyanızı Əliyev daşıyır Londona. Başa düşürsünüz? Çünki sən ona layiqsən. Sən bilirsiniz, ən minimuma sən sürünməlisən. Əliyev deyir, sən sürünməlisən, amma mənim qızlarım yox. Mənim kürəkənim yox. Nəvəm dönərxana açacaq. İlham Əliyevin nəvəsinin dönərxanaya ehtiyacı var. Ha? Varmı? Siz necə düşünürsünüz? İlham Əliyevin nəvəsinin o uşaq, mənim heç bir problemim yoxdur. O cavan oğlandır, onun nə uşaqdır o. Mənim heç bir uşaqla belə qərəzliyim ola bilməz. Yəni bax, İlham Əliyevin həmin o uşaq var, onun elə bilirsiniz dönərxanaya ehtiyacı var. Yox, o bilirsiniz nə üçündür? İlham Əliyev İtalyan jurnalistə deyirdi, yadınızdadırmı? Mən qabaqca bizneslə məşğul olmuşam. Bu milyardlıq mülklər falan oradandır. Bax, sabah İlham Əliyevin o nəvələrinin milyardları ortaya çıxanda deyəcək bu dönər satırdı. Siz bilmirsiniz. Gəlin bax, bütün blogerlər gedib orada dönər yeyirdi. 500 manata dönərin biri. Ona görə bu milyarder olub. Başa düşürsünüz? Orada o dönər açıldı. İnsanlar gəldi, getdi 1-3-4 dəfə. Orada adam yoxdur. Yoxdur. Heç kim gedib orada hər gün dönər yemir. İndi bəlkə İlham Əliyev kimlərsə məcbur edir. O blogerlər deyir, sən totudur, motudur, nədir o uşaqlar var bu TikTokda falan. Gedirlər orada yeyirlər falan. Bəlkə də ola bilər. Onu zastavit edirlər, get bütün gün orada yeyir. O yazıq anasının yeməyini yemir. Qorxusundan gedib bütün gün orada burger yeyir. Ola bilər. Mən heç nə demirəm. Amma o gələcəyə İlham Əliyev investisiya edir ki, söz investisiyası. Belə deyək ki, eləyir ki, gələcəkdə mən deyəcəm, bax, deyəcəm bu milyardı, deyəcəm, qoy, dönər satır deyil. Məsələn, dönərlə eləyib, özünə biznes qurur. Bu demədi, mən kurtka sata milyardlar, nə bilim, bütün mülkləri Ərəbistandan, nə bilim, orada, burada, nə bilim, Londonda, Palmira adasında falan. Bunu mən hamısını o vaxtda kurtka sata. Bu da o nəvəsi də dönər sata eləyəcək. Başa düşürsən? Ona görə də ehtiyatlı olmaq lazımdır. Yeməkxanada deyir, adam tanıyıram beynəlxalq əlaqələri falan, amma yeməkxanada işləyir. Ofisiant işləyir. Belə olmalıdır da. Bu İlham Əliyevin ölkədə bax bu Banzaylı deyir ki, adam tanıyıram. Beynəlxalq əlaqələri, nə bilim, qurtarıb. Beynəlxalq əlaqələri qurtarıb, amma yeməkxanada ofisiant işləyir. İlham Əliyev olan yerdə hələ yaxşı ki, ofisiantlığı tapıb. Vallahi Allah haqqı. Həqiqətən mən düz deyirəm. İnanmırsınız, ay kişi, İlham Əliyev bilsə ki, əgər o oranı qurtarıb, genidər də Azərbaycandan. Dərsən get, burada oturma, get, yeri get buradan. Oturma. Mən burada durum nə bilim, İlham Əliyev kimi oturum ağzıma gələni danışmır. Mən həqiqətləri danışıram. Əgər mənim burada nəyimsə səhvdirsə, mənə deyə bilərsiniz ki, burada sən səhv deyirsən. Ölkədə monarxiyadır. Monopoliyadır. Yəni kim istəyir istədiyi hərəkət edə bilir. Ölkədə baş verən problemlər
artıq iqtisadi problemlər deyil. Baxın, iqtisadi problemlər o baş verə bilər də ki, Almaniyada, nə bilim, hardasa başqa bir dövlətdə nəsə düz getməyə bilər. Hə, ola bilər. Bu Azərbaycanda bu mümkün. Azərbaycanda çünki heç nə yoxdur. Azərbaycanda hər şey, başa düşürsən, siyasi, əgər sən siyasi, nə bilim, kimisə Əliyevlər tərəfdəsənsə, hansısa bir deyək ki, Əliyevlərlə qohumluq bağın varsa, sən artıq böyük bir biznesmensən. Xəbərin yoxdur biznesdən. Heç bilmirsən biznes nədir, haradan başlayır, iqtisadiyyat nədir, investisiya nədir, necə etmək lazımdır. Bunun əsaslarını bilmirsən, oxumamısan, gətirib səni nə bilim o Naxçıvanın hansısa köyündən gətirib, kəndindən gətirib, çünki sən o sənin dayısı oğlunun, bibisi oğlunun qohumusan. Ona görə gətirib əlinə bütün hər şey verib deyir ki, get sən biznesmensən. Adam da baxır deyirəm mən neyniyim ki? 2-3 nəfər tapır ki, gəlin buraları işlətin, ayda da mənə bu qədər pul verin. O da aparır İlham Əliyeva şeyini ötürür, dolyasını ötürür. Dövlət müqavilələrinin görün baxın belə bir şey olarmı ki? Dövlət müqavilələrinin hamısını, nə varsa, hamısını özləri eləyir. Yəni heç kim baxa bilmir ki, ətrafında nə baş verir. Heç bir rəqabət yox. Hamı oturub gözləyir ki, gəlib kimsə bunları buradan qovalayacaq, bunlar da azadlığa çıxacaq. Yoxdur elə şey. Gündən günə sizi talan edir. Baxın, gündən günə. Bu keçən il 100 milyon uğurlamışdısa, bugün 500 uğurlayacaq. Gələn il 1 milyard uğurlayacaq. Yaxşılığa getmir, getmir. 20 ildir bunu görmürsünüzmü ki, geri gedirsiniz. Görmürsünüz. Niyə görə bilmirsiniz ey Azərbaycan xalqı? Niyə görə bilmirsiniz ki, bu hər il sizi geriyə atır? İstər hansı sferada olur olsun. Görmürsünüz. Bilirsinizmi? Avtoritar korrupsionerlər üçün, kleptokratlar üçün yalnız onlar demirlər ki, məni insanlar sevsin. Buna vacib kimi baxmırlar ki, məni kimsə sevsin. İlham deyir, məni sevirlər falan. O heç ona da baxmır ki, məni kimsə sevsin. Heç ətrafını da sevməyini istəmir o. Onlar üçün bilirsiniz, onun üçün vacib olan bir məsələ var. Bir məsələ, mən onu deyirəm. Onu deyirəm, onu eləyin. O istəyir ki, insanlar bir-birinə güvənməsin. Baxın, Azərbaycanın düşdüyü bugün bax, bugün düşdüyümüz gün varmı hansı ki rəzil durumdayıq? Sizi inandırıram. Gələn il bundan da betər gündə olacaq. Bax, gələn il bundan da 5 də betər gündə olacaq. İnsanların bir-birinə güvənməməsi üçün əllərindən gələni edirlər. Mən sizə demişəm, bir-birinizə güvənmək lazımdır. Başqa heç nə. Azərbaycanın onunla başqa xilası yoxdur. İnsanlar bir-birinə güvənəcək. İnsanlar bir-birindən başlayıb əlaqəyə girməlidir. İnsanlar bir-birindən danışmalıdır. Qohumdur, qonşudur, fərq eləmir. Harda görürsən insanları dindir. Denin insanlarla danış. Problemini ona de. Onun problemini öyrən. Demirsə problemini. Eləcə gülümsə, salam ver. Əhval sorur. Uşağınız da mı burada oxuyur? Mənim də uşağım burada. Danışın. Baxın, Fransada mən tanımadığım adamlar bir mağazaya gedəndə bəlkə 3 nəfərlə danışıram. Ya 2 nəfər mənə yaxınlaşır, mən bir nəfərə, ya bir nəfər mənə yaxınlaşır, mən 2 nəfərə yaxınlaşıram. Başa düşün. Baxın, nəsə alırsınız, yaxınlaşırlar ki, nə aldınız? Ha, bundan yemisiniz və yaxud da aldı, bundan işlətmisiniz. O yaxınlaşır, sən yaxınlaşır. O həmin o yerdə durduğumuz yerdə. Bir-birinlə əlaqədədir. Hər dəqiqə. Ona görə bu insanlar, bu dövlətlər çökmür. Bizi dağıtdılar, bizi pərən-pərən elədilər. Bizi belə dağıdırlar, sonra deyirsən get xalq parlamentinə qoşul, sən xalq hərəkatına qoşul, sən nə bilim filan cəbhə partiyasına qoşul, sən gəl Tural Abbaslıya qoşul. Başa düşürsünüz? Nə edirlər bunlar? Siz bilmədən sizi pərən-pərən salırlar. Bax bugün, bax bütün blogerlər, bütün hamı hər şeyi dayandırsın, yalnız maarifləndirməklə məşğul olsun. Əgər şərəfim and olsun, gələn il İlham Əliyev hakimiyyətdə olsa mənim üzümə tüpürün. Bax hamı otursun, danışsın ki, bax bunlar bunu edir, biz bunu etməliyik.
İnsanlar danışmalı. Öyrətməliyik insanlara. Bir-birinizlə əlaqə. Baxın, insanlar harda məhəllədə deyilsən, get tanımırsan da, elə deyil. Get yaxınlaş, necəsiz, nə var, nə yox. Onun da bil. Başa düşürsüz? Biz ola bilsin ki, milyonlarla insanıq. Baxın, mən onu sizə demişəm. Mən bundan öncəki efirlərə baxın. Mən dəli deyiləm. Bütün gün burada onu elə belə danışmıram. Baxın. Ola bilsin ki, milyonlarla insan eyni qafadadır. Onu biz bir-birimizdən danışmırıq deyə biz fikirlərimizi bilmirik ki, deyirsən, acaba xalq niyə qalxmır? Xalq ona görə qalxmır ki, o bir-birindən xəbərsizdir. Mən də deyirəm, o kommunikasiyanı qurun, qoy xalq xəbərdar olsun bir-birindən. Kommunikasiya qurun, xalq xəbərdar olsun, xalq bilsin ki, onun da fikri odur. O görsün ətrafını. Yoxsa aparıb partiyalara calayın, nə filan yerlərə. Olmur, olmayacaq. 57 ildir Əliyevlər hakimiyyətdədir. Varmı? Yoxdur, yoxdur. İnsanları qoyun danışsınlar bir-birindən. İnsanlar bir-birindən danışsın, bütün hamı hər şeyi dayandırsın, hamı onunla məşğul olsun ki, insanlar bir-birindən danışsın. Bir aya deyirəm, İlham Əliyev titrəyəcək orada. Çünki insanlar bir-birindən danışanda problemlərini biləcək. Eyni fikirdə olduqlarını biləcək. Yoxsa bilmir adam. Bilmir ki, o nə fikirləşir. Başa düşdün? O fikirləşir, yəqin o da susub, mən də susum. O da ona baxır ki, o da susub, deyir, mən də susum. Kişi danışın, siyasətdən danışmayın. Özü gətirəcək.